Xızı rayonundaydıq, konsertdəydik. Yəni konsertdən sonra bilirsiniz, oturmuşduq belə çörək yeyirdik, müğənnilər, xanım müğənnilərimiz də var idi orada. Nizami də üzböyd, birdən başına qaldırdı ki, sən mənimlə ailə qurarsan, qalarsan mənimlə. Siz inanırsınız, mən düşünmədən hə dedim. Biz təsəvvür edin ki, heç, yəni ki, deyim ki, o bir il müddətində biz nəsə başqa bir söhbət eləmişik, yox. Heç bir söhbət, yəni mən sizə deyirəm, bir anda baş verir. Çox dəyərləndirildi məni, yəni mən 9 ildə bir dəfə də olsun incimədim. Heç icazə yox idi çölə tək çıxmağa. Yəni o məhdudiyyətlər bu ailədə var idi, işləmək olmazdı. Belə, amma deyim sizə ki, konkret olaraq evə bağlayıb otuzdurmuşdu, yox. Yəni yanında hə, özü aparırdı. Nizaminin evə baxmağı, bilirsiniz necə? Mən hətta bilmirdim ki, bu adi ədəvalar vardı, evə qadınlar alır. Mən onu Nizamiyə demirdim, onu da almaq lazımdır. O özü bilirdi olarım. Çox ürək nazik insan idi, çox əl açıq insan idi. Amma onun müqabilində də həmçinin onun istədiyi bir şey olmasaydı, o mümkün deyildi. Onu da elə gözəlliyinə edirdi ki, insan heç incimirdi. Çox gözəlliyinə edirdi. Həmişə deyirdim ki, Nizam, niyə boşanmısan, niyə ailən dağılıb, yəni ki, bu sualları verirdim, cavab almamışam. Heç vaxt. Heç bir qadını deməyib ki, pis idi, nə idi, heç vaxt cavab almamışam ona. Onun yoldaşları da onun barəsində heç nə pis nəsə demirdi. Gezirdim bağçada mən gözəl yarinə, ömrümü günüm keçib cavan tarihə. Birdən baxıb o mənə intizar ilə, eylədi bir sual mənə yavaşdan. Telefon zəng oldu, qaldırdı telefonu. Onun üzündəki, yəni üzündən hiss etdim ki, nəsə baş verib. Oradan gəldik, deyəndə ki, hadisə baş verib, maşına mindik, gəldik həmin hadisə yerinə, artıq hadisə yerindən xəstəxanaya aparmışdılar, Mərdəkadakı xəstəxanaya. Bir onu bildim ki, xəstəxananın həyətinə girəndə, o qədər insanı görəndə başım fırlandı. O deyərləri, dünya başıma fırlandı sözü var. Bax, onda dünya başıma fırlandı. Orada hamının ağladığını görəndə bildim Nizami yoxdur. Hərdən bu kədərim də mənə, siz elə bilirəm ki, necə deyim sizə, xoşbəxtəm ki, Nizaminin kədərini çəkdim. Hər il o sualı verirdim özümə, niyə? Çox az zamandır ki, o niyəni daha demirəm. Amma neçə illər niyə sualını vermişəm. Hər dəfə o günü xatırlanmışam və demişəm, bəlkə belə olmasaydı, belə olardı, bəlkə belə olmasaydı, belə olardı. O sualın cavabını tapa bilmədim onsuz. Bəlkə də məndən də xoşbəxtləri var, amma mənim içində, mənim 9 il yaşadığımı heç bir qadın yaşaya bilmir.